Sabahınız xeyir, hörmətli səhifə üzvlərim. Bugünkü bizim mövzumuz əmək müqaviləsində nəzərdə tutulan güzəşt və ya imtiyazlardan məhrum edilmə ilə bağlıdır. Belə ki, Prezident İlham Əliyevin təsdiq etdiyi əmək məcəlləsində dəyişikliyə əsasən qanunda əmək müqaviləsində və ya kollektiv müqavilədə nəzərdə tutulmuş güzəşt və ya imtiyazlardan məhrum ediləcəyi hədə-qorxu ilə işçinin əmək funksiyasına daxil olmayan iş və xidməti yerinə yetirməyə məcbur etmək qadağan edilib. Bu nə deməkdir? Misal üçün, işçinin hər hansı bir güzəşti və ya imtiyazı var, işə götürən onun güzəştini vermir və onu o güzəştdən məhrum edir. Halbuki qanunvericilikdə ona bu güzəşt nəzərdə tutulub və ya imtiyaz nəzərdə tutulub. Bundan əlavə olaraq işçi digər işi, yəni əmək müqaviləsində nəzərdə tutulmayan digər işi yerinə yetirməyə məcbur edilir və yəni işçinin əmək funksiyasında, vəzifə öhdəliyində bu işin yerinə yetirilməsi yoxdursa, bu halda işə götürən bunu məcbur edə bilməz. Əgər bu hal baş verərsə, qanunvericilik qarşısında cavab verəcək. Diqqətinizə görə təşəkkür edirəm. Sağ olun, sağlıqla qalın.